Birinci sualda nöqtələrdən sonra support dəstək gəlibdir, isimdir. İsim nə zaman işlənər? Apostrof S olarsa 1 və 4 olacaqdır. Bu da olur B variantı. 2-də nöqtələrdən sonra is xəbər tək gəlibdir. Hər ikisində xəbərim tək gəlib. Hər ikisi tək olan this, that olacaqdır. A variantı. Tək isim tək xəbərlə işlənirlər. 3-ə baxırıq. 3-də nə görürəm? Over here görürəm. Burada deməkdir. Burada. Here i'lərdən yadda saxlayın, sizə demişəm. This, bir də these. İ'lərdən yadda saxlayırıq. Deməli, qaldıq B və C arasında. Spoons, qaşıqlar cəmdədir. These olacaq C variantı. 4-də cümlədə not var, inkarlıq var. İnkar üstəgəl sam olmaz. A və C variantı getdi. Nöqtələrdən sonra people, insanlar gəlibdir, isimdir. Törəmələr özündən sonra isim istəmir, qalır E variantı. Bunu yadda saxlamağın asan yolu da odur ki, baxın, anything, anybody, bax, bunun ismi var. Artıq bunun özünün içində isim olduğuna görə özündən sonra ismə ehtiyacı yoxdur. Deməli, cavabım olacaqdır E variantı. Sonra 5-də. Görürəm ki, bu sual cümləsidir. Amma diqqətli oluram. Sual cümləsi demişik ki, əgər can, could, would-la başlayarsa, istək, xahiş, təklif bildirərsə, mən sual cümləsi olmasına baxmayaraq sam işlədə bilərəm. Amma baxıram ki, have you seen adi sual cümləsidir. Deməli, eni və eninin törəməsi işlənməlidir. Qalır A və C variantı və baxıram ki, boşluqdan sonra söz önü gəlibdir, isim yoxdur. A variantı eni sam özündən sonra mütləq isim istəyir. Qalır C variantı. Uşaqlar, yadınızdadır, eni və sam özündən sonra hansı halda isimsiz işlənə bilər? Yəni, həmişə isimlə işlənməlidir. Ya cəm, ya sayılmayan. Bəs hansı halda isimsiz işlənə bilər? Yadımızdadır o qayda. Əgər birinci cümlədə ismin adı çəkilərsə, bu zaman biz sam və enini isimsiz işlədə bilərik. Hə. Amma burada bir dənə cümlədir. Mən mütləq ki, enidən sonra, samdan sonra isim verməliydim. Qalır cavabım C variantı. Sonra gəldim 6-ya. 6-da baxıram. Yenə nöqtələrdən sonra 10 söz önü gəlibdir. Eni və samdan sonra isim gəlməli idi. Törəmələri saxladım. Baxıram ki, bu cümlə derizlə başlayıb təsdiqdir. Eni və eninin törəməsini verməyəcəm, çünki inkar ya da sual yoxdur. İkinci cümlədə deyə bilərsiniz, ikinci cümlədə sual işarəsi var axı. Onun bu cümləyə aidiyyatı yoxdur, başqa bir cümlədir. A qalır, D qalır. On my desk, mənim masamın üzərində. Do you know what it is? Bilirsən, sən bilirsən o nədir? Deməli deyir ki, mənim masamın üzərində nəsə var. Sən onu bilirsən o nədir? Olur cavabım D variantı. Somebody canlılarla işlənir. Bizə something cansız lazımdır. 7-də sual cümləsidir. Amma bizi aldatmasın. Cümlə would-la başlayıbdır. Can, could, would-la başlayan, istək, xahiş, təklif bildirən sual cümlələrində cümlə sam və samın törəməsi işlənər. Baxıram ki, kafe veribdir. Deməli, sam olacaqdır. Sam üstəgəl isim. 8-də yenə sual cümləsidir. Sual cümləsində eni və eninin törəməsi işlənər. Samları atdım. Flower, un gəlibdir. İsim, anything-dən sonra isim işlənməz. Çünki törəmədir, özündən sonra isim istəməz. C və D variantı qaldı. İkinci cümlədə də baxıram, in gəlibdir, uşaqlar. Amma düşünə bilərsiniz ki, ora törəmə verək, isim yoxdur. Məsələn, D variantında anything verə bilmirik, ona görə ki, burada nə inkarlıq yoxdur ikinci cümlədə, nə də sual yoxdur. İkinci bir izahımız odur ki, sam verməyimizin səbəbi. Bax, bayaq dediyimiz kimi, birinci cümlədə ismin adı çəkilibdir. Söhbət isimlə, burada flower, undan gedir. Artıq mən cavab verəndə bir də demirəm ki, biraz un var, deyirəm ki, kisədə biraz var.
Artıq burada oxuyana məlumdur ki, söhbət hansı isimdən gedir. Çünki birinci cümlədə ismin adı çəkilibdir. Ona görə olacaqdı C variantı. 9-da couldn't veribdir. Cümlə inkardadır. İnkarda eni və eninin törəməsi olar. B-D, E variantı olacaqdı. Nöqtələrdən sonra da to gəlibdir. Söz önü, isim yoxdur. Enidən sonra isim gəlməli idi. Qalır cavabım A variantı. 10-cu sualda nöqtələrdən sonra of gəlibdir. Törəmələrdən sonra of gəlməz. Qaldı B və C variantı. Cümlə eni və eninin törəməsi ilə başlamaz. Qalır cavabım B variantı. Onda B deməli. Hardly inkarlıq bildirir. İnkar cümlədə eni və eninin törəməsi işlənər. 1 və 4. Sonra 12-yə gəldim. 1-4 yəni E variantı. 12-də boşluqdan sonra birbaşa dis, törəmə nəymiş? Təyin edici gəlibdir. Özündən sonra of olmadan birbaşa təyin edici ilə birləşə bilən 1 və 3 olacaqdır. Bu da olur B variantı. 13-ə baxıram. Özündən sonra of veribdir. Everydən sonra of olmaz. 2-ləri çıxıram. Digərləri ofla işlənir və cümlənin xəbərinə baxıram. Each-in xəbəri each, every, either, neither, törəmələr, the number of, one, bunların xəbəri həmişə təkdə olur. Deməli, each də getdi, birlərim də getdi. B və C variantı gedir. Qalır cavabım E variantı. 14-də baxıram. Baxın, yenə eyni məsələdir. Boşluqdan sonra birbaşa isim gəlibdir və cəm isim gəlibdir. Everydən sonra sayılan tək isim gələr. Each-dən sonra sayılan tək isim gələr. Amma 1 ilə 4 düzdür. Mostdan sonra da bəli. Cəm isim gələr. Oldan sonra da hər ikisindən sonra cəm ya da sayılmayan isim gələ bilər. Bu da olur 1 və 4 B variantı. Cəm və tək isim. 15-də baxın. Birbaşa D artiklı gəlibdir. Ofsuz birbaşa təyin edici, ol və postdan sonra gələr. Bu da olur D variantı. Cavabımız da doğruluğunu hardan yoxlayırıq? Baxırıq cümlənin xəbərinə were. Were cəm xəbərdir. Demək ki, %100 mənim cavabım doğrudur.